pul çəkmək lazım idi, bir 200 dollar. Ona görə istədim sizə də çəkim atım, necə bunu eləyirik. Əslində məndə hesab Bybitdədir, bütün balansı Bybitə atmışam. Bybitdə ABB bank yoxdur, sadəcə kapital M10 var idi, ona görə də mən 200 dolları, 209 dolları Bybitdən köçürtdüm MXC-yə. İndi MEX birjasından necə pulu nağdlaşdırmaq lazımdır. Depozit 209 depozit uğurla qoyuldu. Yəni bu dəqiqə köçürtmüşəm pulu. İndi mən bu pulu çıxartmağa çalışacağam AZN olaraq manata, yəni kimlərəsə lazım olar deyə dedim videoda çəkim. Əslində birinci bura pulu necə köçürtməyə baxın. Depozit, zincir depozit. Burada USDT-ni seçirsiniz. Hər hansı bir seti seçirsiniz. Mən hər dəfə BNB-ni istifadə edirəm. Bunu seçirsiniz, bunu kopyalayırsınız və bu hesaba istədiyiniz cüzdandan, istədiyiniz hesabdan bura ata bilirsiniz. Yəni mən bu şəkildə atdım MXC-yə 209 dollar. İndi bu pulu necə AZN-ə köçürmək lazımdır, onu sizə göstərəcəm. Burada solda ana səhifəyə basırsınız və daha çoxa basırsınız. Daha çoxa basırsınız və görürsünüz burada 3-cü P2P və bunun üstünə basırsınız. P2P. Və burada alış var, satış var. Biz indi hal-hazırda nə edirik? Satırıq. Yəni USDT-ni satırıq. Ona görə də bunu qoyuruq satışa. Baxın, satışa qoyduq. 1.67-dən alırlar. Bybitdə 1.67 idi, elə bu qiymət idi. Limit, yəni ən aşağısı 10, ən yuxarısı 182. Yəni 182-dən AZN-dən yuxarı almırlar. Ona görə də mən nə edəcəm? Mənə lazımdır ki, harca 200 dolları nə qədər eləyir? 170, 170, 340, 350 manat. Ona görə mənə 1.66-dan satacağım. Çünki burada 50 limit görürsünüz. Baxın, burada limit 50-dən 830-a göstərilib. Burada siz, baxın, sağda, kəllədə burada AZN göstərir. Bu AZN-ə basıb, ola bilsin ki, sizdə birincidə euro olacaq. Yəni AZN-i mütləq seçməlisiniz. AZN-ə seçəndən sonra bunların ikisindən birini, yəni mən bunu seçirəm. Trust, 2 Trust. Yəni bunun əmrləri 59-dən olub, bunlara da fikir vermək lazımdır. Bunun birincinin əmri 41-dən olub, hamısı 100%-dir. Bunun əmrləri 59 ədəddən 74% olub. 166 ədəddən 90%. Yəni bu üçüncünü seçmək daha yaxşıdır. Çünki bunun hamısı 100% bəyənmə işarəsi qoyub. Bir də bunların altında 15 dəqiqə, 15 dəqiqə, 15 dəqiqə göstərir. Yəni ən uzağı 15 dəqiqə olsun. Çünki 1 saat, 2 saat olanlar fırıldaq eləyə bilirlər həmin müddətdə. Ona görə vaxt az olmalıdır və əmrlər heç olmasa 90% yerinə yetirilmiş olsun, həm də 100% bəyənmə, yəni bu şeylərə fikir verin. Ona görə də mən üçüncünü seçəcəm. Qiymət onsuz da eynidir. Most reliable. Bu niki seçəcəm və bura sat düyməsini basıram, qırmızı. Sata basıram. İndi burada açılacaq. Məndə deməli burada USDT maksimum. Mən əslində bura balansı köçürtmüşəm. Yəni niyə göstərmir onu bilmədim. Göstərir ki, yenə də transfer et. Transfer məndə spotdadır. Yəni bunu transfer elə oradan spotdanca satmaq olur. Transferə ehtiyac yoxdur. Yəni MXC-də belə şeylər olur. Bir dənə transferə basaq görə. Mən hardan hara transfer? Spotdan fiyata. MXC-də spotdan fiyata transfer eləmək lazım imiş. İndi bir dənə bunu transfer eləyər hamısı. Hamısını bastıq. Yəni pulu çıxardanda, ticarət eləyəndə future-sə, kripto olaraq çıxardanda spota, fiyat olaraq, nağd olaraq fiyata çevirmək lazımdır. İndi biz bunu köçürtdük. Təzədən qayıdaq bura. Artıq bizdə balans göstərir 209.323. Maksimumu basırıq. Deməli, bizə 347 manat 47 qəpik pul verəcəklər. Burada da deyirlər ki, çoxu vaxt qəpiksiz eləyin əməliyyatları. Gəl bunun qəpiyini silək. Qoy belə olsun. Hamı deyir, qəpiksiz eləyin. Banklar narazılıq eləməsin. Və USDT-ni satın düyməsinə basırıq. Baxın, ABB mənim bank nömrəm buradadır. Və satın düyməsinə bastıq. İndi burada çat açılacaq. Baxın, belə bir çat açılar. Ödəniş alındıya hələ mən basmıram. Söhbətə keçirəm. Və burada buna yazırıq. Zəhmət olmasa yalnız ödəniş aldığınızı təsdiq etdikdən sonra kriptovalyutanı buraxın. Yəni burada sizə xəbərdarlıq edir. Yəni internet zəifdir, nədir bilmirəm, hələ heç nə açılmayıb. Buna bir dənə salam yazaq. Yalnız, və bunu da hər zaman yəni qeyd eləmək lazımdır. Yalnız sizin öz kartınızdan ödəniş qəbul olunacaq. Qəbul olunacaq.
üçüncü şəxsdən qətiyyən ödəniş qəbul olunmur. Yəni bunu mən niyə yazdım? Bəziləri bir də görürsən ki, hansısa necə deyim, oğurluq puldur və yaxud kiminsə telefonunu ələ keçirdib oradan pul göndərir. Başa düşdünüzmü? Ona görə bunu hər zaman qeyd eləyin və sizə gələn pulun kimdən gəldiyinə də baxmaq lazımdır. Yəni bu da yazıb tamam, yəni öz kartından. Bu tam təhlükəsizdir. Sabahların bankdan hər hansı bir sorğu sual olanda siz deyirsiniz ki, burada öz yazışmalarınızı göstərirsiniz və deyirsiniz ki, yəni mən bu adamdan almışam. Bu adam da təbii ki, həmin birjada öz ad familiyası ilə qeydiyyatdan keçib və kart da onun adına olmalıdır. Yəni siz demək olar ki, bütün məsuliyyətlərdən uzaqsınız. İndi bu adam pulu göndərməlidir və mənə necə deyərlər, çek atmalıdır. Və o qəbzi mən görəndən sonra USDT-ni buraxacam. Mən heç bilmirəm, ekranı yazıram yoxsa yox. Hə, ekran yazılır. İndi biz gözləyirik. Alıcının ödənişi 01:28 ərzində etməsi gözlənilir. Yəni son 1 dəqiqə qalıb. Sadəcə olaraq biz indi kartımızı da yoxlayaq. Yox, buradan mən ABB-yə baxım. Görüm ABB-də nə qədər pul var balansda və nə qədər üstünə gələcək. Siz də onu görün. Uşaqlar, bu drone haqq hesablarından sonra interneti elə bir vəziyyətə salıblar ki, burada. Yəni çox zülmlə işlədirik. VPN ilə işlədirik, başqa cür işləmir. 90 manat 45 qəpiyim var. İndi bu göndərəndən sonra bu insan bu pulu biz balansı yenə yoxlayacaq. Əgər həqiqətən pul gəlibsə, ondan sonra USDT-ni buraxacaq. Və hələ də gözləyirik. Yəni buradan da baxa bilərsiniz. Bu biraz geriyə alırsınız. Və buradan ödəniş alındı düyməsinə buradan basacaq. İndi hal-hazırda ödəniş alındı aktiv deyil. Ona görə yenidən qaydırıq söhbətə. Baxın, məbləğ 347 AZN 1.66-dan 209.03 USDT ABB Bank, əmr nömrəsi, hər bütün məlumatlar buradadır. Hələ ki gözləyirik. Yəni bəlkə də artıq o göndərib şəkil qəbzi. Yəni dediyim kimi internet gördüyünüz kimi VPN işlədirəm, ona görə də ola bilsin ki, hələ görünmür. Yəni mütləq çeki görürsünüz ki, həqiqətən pul göndərilib. Ondan sonra qayıdırsınız, öz bank hesabınızı yoxlayırsınız, görürsünüz ki, həqiqətən pul gəlib. Ondan sonra pulu buraxmaq mümkündür. Yəni USDT-ni ondan sonra buraxırsınız. Yəni qabaqcadan bir də görürsünüz, yalança çeklər atmaq istəyirlər. Yəni min cür maxinasiyalar eləmək istəyirlər. O şeylərə aldanmayın. İndi mən başqa birjadan da EMON-u silmişəm mən. Yoxsa Bybitdən elə birbaşa EMON-u çıxardacaqdım. Başqa birjalardan da pul çıxardanda o videonu çəkəcəm. Görün, yəni siz biləsiniz. Yəni indi bugün mənə $200 çıxartmaq lazım idi Azərbaycan kartına, ona görə. Yəni Rus kartına da çıxardıram, Azərbaycan kartına da çıxardıram. Çıxarışlarda yəni məndə hələ ki 10 il müddətində belə bir problem olmayıb ki, yəni nə vaxtsa nəsə bir problem olsun. Və gözləyirik hələ də artıq burada göstərir ki 0.921 ərzində ödənilməsə ləğv ediləcək. Yəni artıq o insan necə deyərlər, gecikib, ödənişi eləməyib. Və biz də yeniləyirik və gözləyirik. Hal-hazırda bu insan online'dır, Seyfullah Mikail'dir. Yəni burada da onu görürük. Gözləyək. Yəni bir neçə dəqiqə vaxt alır təbii ki. Çox maraqlıdır yəni. Həqiqətən internet dəhşətlidir. Aha, baxın, ABB-yə 347 manat gəldi, gördünüzmü məndə? Artıq bildiriş gəldi. Deməli, problem internetdədir. İnsan pulu göndərib. İndi o oradan basmalıdır ki, ödənişi göndərdim və bu ödəniş alındı düyməsi aktiv olmalıdır. Dəhşətli dərəcədə insanları boğaza yığıblar. İnterneti elə bir... Aha, ödəniş alındı. Artıq mənə balansa pul gəlib. Bir dənə də yoxlayırıq, yeniləyirik. 437, 347 göndərdi. Ona görə də nə edirik? Buradan ödəniş alındıya basırıq. Düzdürmü? Və alıcıdan ödəniş almadan üzərinə klikləmək hesab risklərinə səbəb ola bilər və bununla razılaşırsınız və təsdiqləyirsiniz.
Təsdiqləyəndən sonra məndə barmaq izidir. Sizdə ola bilsin ki, Google Autentifikator və yaxud hər hansı bir kod tələb eləyə bilər. Vəssalam, barmaq izindən təsdiq eləyirik. Bir dənə də təsdiqləyənə basaq. Vəsyo, tamamlandı. Yəni 209 USDT-miz getdi. Vəssalam, bu şəkildə artıq görürsünüz ki, burada qəbzi yükləyin var, yükləyə bilərsiniz. Apellyasiya şikayətinə təqdim edə bilərsiniz, əgər nəsə bir belə bir şey olsa, problemlər olsa. Vəssalam, tamamlandı. Və gördüyünüz kimi, indi mənim balansımda artıq, necə deyərlər, heç bir şey qalmadı. Yəni, bu 209 dolları satdım. 34 sent qaldı. Vəssalam. Baxın belə. Pul çıxartmaq lazım idi, istədim sadəcə siz də görəsiniz. Çünki bilməyənlər var, soruşanlar var. Yəni, başqa birjalarda da eyni bu sistemlə gedir. Vəssalam, baxın belə.